Salam hacı, hansı namaz düzgündür? Şiə ya sünni? Aleyküm salam. Bu məsələləri biz bir neçə müddətdir ki, e, yəni öncədən olan videolarda izah eləmişdim, amma yenə sual vermişsiniz. Mən tam əminliklə deyirəm ki, şiə namazı düzgün namazdır və haqq olan bir dənə əqidə də var, o da şiə əqidəsidir. Əgər kimsə etiraz eləyirsə, mən sadəcə bir sualla yəni məsələ giriş edə bilərəm. Mənim bu sualıma düzgün cavab versinlər sünnilik haqqında. Məsəl üçün, əhl-i sünnə öz aralarında 4 qola bölünür. Şafiidir, Həmbəlidir, Hənəfidir, Malikidir. Yəni bunlardan ən çox yayılan məzhəbdə, yəni Hənəfi məzhəbidir. Hənəfin də əsl adı Numan ibn Sabitdir. Və bu Hənəfi də İmam Sadiq əleyhissalamın tələbəsi olub və hətta sünnilərin etiqad elədiyi alimlərdən biri var, türkdür, Alp Arslan. O deyir ki, Hənəfinin öyrəndiyi 2 il İmam Sadiq əleyhissalamdan öyrəndiyidir. Əgər Hənəfi 2 il İmam Sadiq əleyhissalamdan öyrənibsə, əgər bildi odursa, elə İmam Sadiq əleyhissalamdan yapışdı, Hənəfidən nə yapışırsan? Bu bir. İkinci məsələ, İmam Sadiq əleyhissalam dünyaya gəlib hicrətin 83-cü ilində dünyaya gəldiyini deyirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edib hicrətin 11-ci ilində. 83-dən 11-i çıxanda bu il elə 72 il eləyir. Bu əhl-i sünnə bu 72 ildə, bu boşluqda nə idilər? Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu 4 məzhəbin hansında idi? Əgər mənim bu sualıma düzgün cavab versələr və mən bundan da əlavə, yəni namazın Quran-ı Kərimdən, dəstəmazdan tutub, düz nə lazımdır, hamısını bir-bir inşallah sübut eləmişəm və yenə sual versələr, yenə sübut eləyərəm və həmd olsun ki, bizim qıldığımız namaz düz Quran-ı Kərimin öz tövsiyə elədiyi namazdır, amma yəni bu verdiyim suallara mənə cavab versinlər, mən deyirəm ki, həqiqətən bunlar haqdırlar.